Salam, hər vaxtınız xeyir olsun. Bu da siz üçün şirin qoğalın, şor qoğalın resepti. Bizə bunun üçün nə lazımdır? Əvvəlcədən apara hazır elədim. Videoda hamı açıq aydın görülüb. Bu videomun altından resepti də sizlər üçün paylaşaram. Hamınız dediniz çəkin, mən də çəkdim. Video çox uzun olduğu üçün qısalaşdırdım. İnşallah bu resept Elmira ananındır. Elmira anaya təşəkkür eləyirəm resept üçün. Yəni ki, videoda açıq aydın hamısını göstərmişəm. İnşallah videonu bəyənərsiniz, takib atarsınız. Yəni mən də bunu sizlər üçün çəkdim. İnanırsınız tək-təkinə çəkmişəm. Uşağım da məktəbdə olub. İnşallah bəyənərsiniz. İçlikin də reseptin bu videomun altından paylaşaram. Şor qoğalın, şirin qoğalın reseptin. Hamısını açıq aydın göstərmişəm. Resepti də bu videomun altından paylaşaram. İnşallah bəyənərsiniz. Sağ olun, öpürəm sizi.